Deməli, müəllimələr, bizim bugünkü dərsimiz hansı ki, rəsm uşaq bağçalarının təsviri fəaliyyətinin təşkili metodikasıdır. Yəni hansı ki, rəsmin keçirilməsidir. Nə cür rəsm keçilir, yəni rəsm fəaliyyəti nədir? Bunun birinci hissəsini öyrənəcəyik. Yəni sadəcə rəsm hissəsini öyrənəcəyik. Aplikasiya qurma, bunların hamısı irəliləyən dərslərdə olacaq. Deməli, rəsm təsviri fəaliyyətdir. Estetik və yaradıcı inkişaf sahəsindən bağlıdır. Uşaqlarda bədii hiss, bədii zövq, bədii yaradıcılıq kimi bacarıqlar formalaşdırır. Sonra rəng, forma, qurlaşdırma anlayışları, qarşılaşdırma, yəni bunların hamısı belə deyim, rəsm, təsviri fəaliyyətdə öz əksini tapır. Səriştə olaraq soruşsa ki, hansı səriştəyə uyğundur bu təsviri fəaliyyət? Səriştə kimi əşyalardan qeyri-adi istifadə buna aiddir. Və biz bu bağça təsviri fəaliyyətində 4 növündən tanış oluruq. Bu rəsmdir, aplikasiyadır, yapmadır, quraşdırmadır. Biz ilk olaraq rəsm öyrənirik. Rəsm deməli birinci kiçik qrupdan başlayır, yəni körpələr 1-2-dən başlayır. Burada hər şey ən birinci tərbiyəçi müəllimin fəaliyyətindən başlayır. Yəni bu hər bir şeyi tərbiyəçi müəllim əyani şəkildə göstərməlidir. Yəni əyanilik təşkil edir. Uşaq müəllimin çəkdiyini izləyir və eynisini təkrarlayır. Yəni burada müəllim əyanilik rolunu oynamış olur. Uşaqların diqqəti qələmin və flomasterin kağızın üzərinə buraxılmış izə yönəlmək lazımdır. Bir də rəsm zamanı hansı ki, tərbiyəçi müəllim uşaqlarla birgə nəticələri müzakirə etməyə məqsəd uyğundur. Yəni belə deyim də, bir rəsm çəkilərkən tərbiyəçi tərəfindən müzakirə olunur. Bir də sual verə bilər ki, rəsm neçənci qrupdan başlayır? Biz deyəcəyik, birinci kiçik qrupdan etibarən başlayır, əyani şəkildə verilir. Uşaqlar müəllimi mütləq şəkildə izləyir. Hansı ki, bu rəsmdə birinci kiçik qrupda rəsmə əlavələr oluna bilər. Flomasterla, qələmlə istifadə başlayaraq sulu boyaya keçid başlayır. Və birinci kiçik qrupda rəsmdə 3 barmaq texnikası var ki, baxın, burada da 3 dənə 1, 2, 3 verilib. Yəni qələmi nə başından, nə ucundan, nə bilim, elə bir yerdən tutmaq, yəni tən ortadan tutmaq lazımdır ki, hansı ki bu 3 barmaq texnikası 3 barmağımızın istifadə edilir. Baş barmaq, ikinci və ortancıl barmaqla tutulur və qələm flomaster fırçanı düzgün 3 barmaqla ucundan və yaxın olmadan barmaqları çox sıxmamaqdan tutmaq lazımdır. Uşaqlar üçün də vacibdir, çünki bu yaşda uşaqlar hər şeyi doğru və gözəl etməyi öyrənmək istəyirlər. Buna nail olmaqdan ötürü 3 priyon var bu 3 barmaq texnikasının. Bir, mum təbaşının xırda hissələrini parçalayırlar. Sonra kiçik və qalın təbaşirlərdən istifadə edirlər. Üçüncü isə rəsmi divarda, lövhədə və ya maili səthdə çəkib, bu zamanda onların biləklərini yüngül geriyə əyilir. Bununla da növbəti qələmin tutmaq üçün optimal vəziyyət olur. İkinci kiçik qrupdan isə başlayır, qaydası deyirlər buna. Əyani qavrama, ətraf aləmini, əşyanı qavramaq, əllə əşyanı tutmaq, düzgün oturmaq. Və görürsünüz, ikinci kiçik qrupda düzgün oturuş qaydası var. Və şeir musiqidən istifadə. Burada nədir? Burada ikinci kiçik qrupda, yəni 2-3 yaşlı uşaqlarda təcrübi olaraq tərbiyəçi müəllimi dinləmək, onun dediyi və ya uşaqlar tərəfindən düşünmüş rəsmi çəkmək, nəticəni qiymətləndirmək bacarığı formalaşır. Sonra deməli, burada da hansı ki, rəsm çəkmə qabiliyyətini artırmaqdan ötürü əşyanı qavramaq bacarığını inkişaf etdirmək lazımdır ki, burada ətraf aləmlə həm əşyanı seçmək, həm də onun əllərinlə ona toxumaq, həm onun həcmini 2 əllə tutmaq. Bax, əl var burada, əl qaydası. 2 əllə tutmaq. Sonra burada bütün bunlar uşağa həmin əşyanın formasını qavramağa, rəsmi görməyə, düzgün xətt çəkmək, iplər, rəngli çubuqlarla, rəng kombinasiyasıdır. Bunları öyrətməyə başlayır. Bax, burada düzgün oturuş qaydası var ki, rəsm çəkərkən hansı düzgün oturuş qaydasını yerinə yetirmək lazımdır. Birincisi, əmin olmaq lazımdır ki, masa oturacaq, uşağın boyuna uyğun olmalıdır. Ayaqlar döşəməyə tam oturmalıdır. Uşağın kürəyi oturacağın belinə söykənməlidir. Qollar və dirsəklər masanın üzərində olmalıdır və onurğa sütunu düz olmalıdır. Və hansı ki, bu məşğələ zamanında mahnıdır, şeirdir, musiqidir. Bundan istifadə düzgün gedir.
Orta qrupda rəsm isə burada uşaqlarda estetik zövqü, bədii yaradıcılıq qabiliyyətini, əşyaların təsvirini, rəngini, formasını, ölçüsünü səsləndirməyi belə deyim də icazə verir. Burada biz bunu təbii ki, mən sizə qeyd kimi yazdırmışdım ki, burada S qaydası var ki, S qaydasına riayət eləmək lazımdır. Hansı ki, soldan sağa rəngləmək, səliqəli rəngləmək, ondan sonra gəlirdi əşyaları səsləndirmək, ölçüləri səsləndirmək. Üçüncü qrupda S qaydasından yadımıza saxlayırıq. Soldan sağa səliqəli rəngləmə, ölçünü səsləndirmək sözü varsa, bu olurdu orta qrupda rəsm fəaliyyəti. Sonra baxın burada deyir, səliqəli rəngləmək üçün uşaqlar başa düşməlidir ki, qələm və ya fırçanın hərəkəti eyni istiqamətdə və yuxarıdan aşağı, soldan sağa və çəpini olmalıdır. Və rəsm məzmunu uşaqların təəssüratlarını uyğun seçmək lazımdır ki, onlar hansı ki gördükləri rəsmə daha maraq oyatsınlar, daha maraqlı olsun onlar üçün. Uşaqların diqqətini məfhumların kağıza yerləşməsinə yönəltmək lazımdır ki, misal üçün, məsələn, aşağıda torpaq olur, torpağın üstündə ot olur, nə bilim, yuxarıda günəş olur, göy üzü olur, göy qurşaq olur. Yəni bağçada uşaqlara bunları deyərkən, rəsm çəkdirərkən mütləq şəkildə bunları qeyd etmək lazımdır. Uşaqlara qələm və ya fircanı düzgün tutması, boyadan düzgün istifadə etməsini öyrətmək müəllimin vəzifəsidir. Bir də sual verə bilərlər ki, misal üçün də uşaqlar boyadan istifadə edərkən nəyə diqqət yetirmək lazımdır rəsm zamanı? Bir şey bilməlisiniz ki, bağçada istifadə olunan boyalar zərərsiz boyalardır. Yəni uşaqlar bunu yesələr də, udsalar da, dillərinə vursalar da zəhərlənmə ehtimalı sıfıra bərabərdir. Çünki uşaqların istifadə edəcəyi boyalar kimyəvi maddələr istifadə olunmur sırf bağça üçün. Və böyük qrupda rəsmlər var ki, tərbiyəçi müəllimlər də hansı ki böyük qrupda bunu D qaydasından yadımıza saxlayırıq ki, detalları bölməkdir, dekorasiyadır. Bax görürsünüz, rəsmdə dekorlar artıq çəkilib, rənglərdən istifadə olub, kompozisiya qurulub, meşə çəkilib, meşənin göy qurşağı olub, günəşi olub, ağacı olub, çayı axıb. Və görürsünüz, kompozisiya, dekorasiya olub burada. Və təsviri kağız üzərində yerləşdirməyi uşağı öyrədirlər ki, burada rəsm bütövlük və ritmliklik oynayır. Yəni böyük qrupda uşaqların yaradıcılığı zamanı əvvəl öyrəndiklərini tətbiq edirlər. Məsəl üçün qalın xətt çəkirlər, sonra fırçanı tam xovundan və ya incə xəttlərin üzərində fırçanı yalnız ucundan istifadə edilməsidir. Yəni fırçanın ucundan istifadə etmək lazımdır rəsm çəkərkən. Sonra priyomları həm əşya üzərində rəsmdə, həm də dekorativ rəsm zamanı istifadə edirlər. Vacib olan məqamlardan biri də uşağın bütövlükdə rəsm çəkən zaman rəngləmə zamanı əlini kağızdan ayırmamaları və xətləri gözəl, hamar şəkildə çəkməlidir. Sonra biz gəldik məktəbə hazırlıq rəsminə. Burada da yadımıza saxlayırıq ki, məktəbə hazırlıqda artıq əsərin gözəlliyi və əşyaların bir-birinə nisbətən düzgün yerdə yerləşdirilməsi nəzərdə tutulur. Və biz rəsm zamanı barmaq rəngkarlığıdır, ştampinqdir, pointizmdir, sonra monopiyatdır, sonra klefkasiyadır, fotokopiyadır, qratajdır. Bunları yadımıza saxlamaq lazımdır. Birinci gəldik nəyə? Birinci gəldik barmaq rəngkarlığına. Bu nədir? Uşaqlar dedik ki, bu boyadan əllərinə, dillərinə vursalar da heç bir zərəri olmadığı kimi, bunlar barmaqlarını misal üçün boyaya vururlar və qeyri-adi təkrar olmaz rəsmlər yarada bilirlər. Baxın, görürsünüz burada əl işarəsi qoyubdur, barmaqların izlərindən belə toxunubdur. Yəni bu da hansı ki, görünür ki, burada bir barmaq rəngkarlığı var. Sonra gəlir ştapinq. Ştapinq isə, bax görürsünüz, yarpaq üzərində ya da ki, hər hansısa bir tərəvəzi çəkərək onların, belə deyim də, tərəvəzlərə məsəl üçün, bax görürsünüz, ulduz çəkilib, həmin rəngə belə belə sonra bunu ştamplayıblar, yəni peçatlayıblar. Bir də yarpağın arxasına çəkə bilərlər, yarpağı belə rəngləyə bilərlər, sonra kağıza qoyub, yarpağı soyduqda isə həmin qeyri-adi bir rəsm kağız olur. Bax, bu rəsmdə müxtəlif ştampların köməyi ilə çəkilir. Məsələn, uşaqların izi ilə kağızda hazır ştamplar var. Bunu özümüz də hazırlaya bilərik. Müxtəlif formalı yarpaqların köməyi ilə boyayıb təmiz kağıza çevirərək kağızın, yarpağın izi düşəcək. Bundan sonra da rəsm fırça ilə tamamlayacaq. Pointizm nə deməkdir? Pointizm nöqtələrlə, mənası nöqtə deməkdir. İlk dəfə də bunu 1885-ci ildə yaranıb. Pointizm texnikası özəlliyindən biri də odur ki, təmiz rənglərdən istifadə olunmalıdır ki, yəni rənglərin qarşılıqlığı olmasın. Görürsünüz, hər rəng özündə oturur. Misal üçün, bax, xoruzun lələyidir, xoruzun
dimdiyidir, pipiyidir. Görürsüz bir-birinə rənglər barmaq rəngkarlığındakı kimi qarışmayıbdı. Nöqtələrlə səliqəli şəkildə. Hətta bu nöqtələr yox, qulaq çöpündən də istifadə eləmək olar bunu. Yəni bu texnikada çəkilən rəsmlər parlaq və aydın şəkildə gözlənir. Monotopiya. Monotopiya sözünün məna Yunan dilindən götürülüb çap qrafikası növü deməkdir. Monos bir, topos isə iz deməkdir. Yəni bir iz üzərində gedir kimi tərcümə olunur. Monotopiya texnikasının yaranması İtalyan rəssamı Cavani tərəfindən elmə gətirir və psixologiya, pedaqogikada monotopiya texnikasından böyük məktəbə qədər qruplarda daha çox istifadə edirlər. Monotopiya digər qeyri-ənənəvi texnika arasında xüsusi yer alır ki, eyni zamanda uşaqların böyük marağına səbəb olur, həm də uşaqları sakitləşdirir. Monotopiya digər texnologiyadan fərqi odur ki, burada nə cürdür? Məsələn, monotopiya texnikasında rəsm çəkmək qaydası var ki, kağızın üzərinə rəsm çəkilir. Digər kağızı isə üst-üstə çevrilərək köçürülür. Bax, görürsünüz, pişik çəkib, sonra üzünə çevirir. Tamamlanıb da rəsm. Bura keçilibdir. Yəni maraqlı effekt alınır, yaxud hər hansı bir haman səthdə rəsm çəkilir, digər kağıza ştamp kimi vurulur. Amma bunu ştampdan belə deyim də qarışıq salmayın. Ştampda sırf hər hansısa bir şeyin üzərinə çəkir. Burada isə çəkilmiş rəsmi harasa kopyalayırlar. Klafikasiya isə bax görürsünüz çubuqlardan turbiçik deyirlər. Bax ora belə uşaqlar boyanı tökürlər kağıza, üfürməklə belə deyim də turbu belə sok çubuqları var. Onları belə üfürməklə qeyri-adi rəsmlər alırlar. Kağızın bir tərəfinə bir neçə damcı boya damızdırılır. Baxın burada da qeyd olunub. Kağızı qatlayıb ehtiyatla sığallamaq lazımdır. Sonra kağızı açdıqdan sonra fırça ilə rəsmi tamamlamaq lazımdır. Kağıza boya ilə bir ləkə saldıqdan sonra ləkəni kokteyl çubuğu, yəni sok çubuğu dedim, kokteyl çubuğu ilə üfürürük və beləliklə qeyri-adi rəsmlər əmələ gəlir. Fotokopiya. Fotokopiya şam və ya sabun parçasından çəkilir, sulu boya ilə rənglənir. Boyanın altına çəkilən rəsm üzə çıxır. Bax görürsünüz, şamdan məsəl üçün izini qoyurlar, çəkirlər şamdan iz çəkirlər. Sonra başlayırlar onu sulu boya ilə rəngləyirlər. Hara ki şamın izini vurmuşuq, ora sulu boya yapışmır. Yəni həmin yer ağ qalır. Bax belə şəkildəki kimi. Həmin yer ağ qalır və biz o çəkdiyimiz rəsmi üzünə boyadıqdan sonra həmin o ağ qalan yerdə çəkdiyimiz rəsmin fonunu görə bilirik. Qrataj isə cızma üsulu deməkdir. Qrat fransız sözü olub. Yəni o da fransız dilində mən tərcümə eləyə bilmişəm. Yəni qrataj cızmaq mənasını verir. Qara bir dənə tünd boyadan istifadə olunan qalın kağız olur və həmin kağızın altında bax görürsünüz, rəngbərəng izlər çıxıb çölə. Həmin onunla cızaraq onu çəkirik və cızdıqca onun altındakı rəngli kağız üzə çıxır və beləliklə biz cızma üsulundan fərqli-fərqli rəsmlər əldə edə bilirik. Dərsimiz də bu qədər.